Onunla söhbətimdə o deyirdi ki, mənim yolum budur və bu yolda mən hər şeyə hazıram. Və o haqlıydı. Və bugün mən də bu yolla gedirəm. Bu yol yani o qədər də necə deyirlər, rahat yol deyil. Bütün ölkənin məsuliyyəti mənim üzərimdə. Bütün deməli çətinliklər yaxud da ki problemlər mən çözməliyəm. Amma mən əgər buna gedirəmsə, mən məsuliyyəti tərk etməliyəm. Əgər gedirəmsə, mən anlamalıyam ki, artıq mənim həyatımda bir xətt var, o xətti mən keçdim. Mən artıq özümə məxsus deyiləm, mən Cumhurbaşqanıyım, mən xalqı təmsil edirəm və gərək hər bir hərəkətimlə, addımımla elə edəm ki, Azərbaycan daha da möhkəm olsun, Azərbaycan xalqı daha da güclənsin, ölkəmiz qalxsın, daha da bizim müstəqilliyimiz sarsılmaz olsun. Yəni bu şuurlu bir seçim, atamın seçimiydi, bugün də mənim seçimimdir. Həyat belədir.